Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilir. Məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısa müddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4 isti, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə suyuna, 765 mm civə suyuna enəcək. Nisbi rütubət 75-85% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi şəhər rayonlarında arabir yağıntılı olacağı, axşam isə dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcə isti, gündüz 7-10 dərəcə isti, dağlarda 7-0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var. Özünüzü qoruyun.